Hörmətli vətəndaşlar, Smart Customs sizə gömrük əməliyyatlarını gömrük orqanına gəlmədən, əlavə vaxt və vəsait itkisinə məruz qalmadan, internetə çıxışı olan istənilən məkandan həyata keçirməyə şərait yaradır. Bunun üçün asan loginlə identifikasiya kodunu və şifrənizi daxil etməklə daxil ol düyməsini basırsınız və sistemə giriş tamamlanmış olacaq. Xidmətlər bölməsinin alt sağ tərəfində profil başlığını seçərək istifadə edəcəyiniz dili seçə bilərsiniz. Seçim başa çatdıqdan sonra xidmətlər bölməsindəki sadələşdirilmiş bəyannamə elektron ticarət bölməsi seçilir. Bu zaman sifarişlərinizin miqdarı barədə məlumat ekranda öz əksini tapacaq ki, bu da sifarişlərinizin tənzimlənməsində sizə yardımcı olacaq. Daha sonra yeni bəyannamə düyməsi sıxılaraq 4 mərhələdən ibarət bəyan etmə prosesinə start verilir. Birinci mərhələdə bəyannaməçiyə aid məlumatlar sistem tərəfindən avtomatik olaraq təmin olunur. Məlumatlar doğru olduğu təqdirdə növbəti düyməsini seçərək ikinci mərhələyə başlamaq olar. İkinci mərhələdə müvafiq bölmələrə malın izləmə kodu, poçt və ya daşıyıcı şirkətin adı, göndərən ölkə, satıcı və ya alış ünvanı daxil edərək növbəti düyməsi basılır. Üçüncü mərhələdə mallara dair məlumatlar daxil edilməlidir. Əvvəl malın daxil olduğu əsas qrup, daha sonra isə alt qrup qeyd olunur. Malın gömrük dəyəri, yəni invoice qiyməti və daşınma xərcini toplayaraq daxil edildikdən sonra valyuta növü, miqdarı və ölçü vahidi barədə məlumatlar sistemə daxil edilir. Bütün qrafalar doldurulduqdan sonra açılan pəncərələrdə ümumilikdə gömrük ödənişlərinin, eyni zamanda idxal gömrük rüsumunun və əlavə dəyər vergisinin miqdarını görmək olar. Təsdiq et düyməsinə basmaqla bəyannaməni sistemə göndərirsiniz. Həmçinin qeyd edək ki, əgər bir bağlamada bir neçə mal varsa, üçüncü mərhələdə təsdiq et düyməsini basmazdan əvvəl əlavə et düyməsini istifadə edərək digər malları seçə və bir neçə mal bir bəyannaməyə daxil edə bilərsiniz. Nəhayət tamamla düyməsini sıxmaqla prosesi başa çatdıra bilərsiniz. Onu da qeyd edək ki, bəyan etmə prosesində daxil etdiyiniz məlumatlar yanlış olduğu təqdirdə, mallar gömrük sərhədini keçmədən bəyannamədə düzəliş etmə imkanınız var. Bunun üçün bəyannaməni silərək yenidən tərtib etməlisiniz. Bəyannamələrin silinmə prosesi son yazılmış bəyannamədən etibarən tək-tək mümkündür. Yəni, sonuncu bəyannaməni silmədən ondan öncəkini silmək mümkün deyil. Qeyd: Güzəştli $300 həcmindəki limiti aşdığınız və buna görə də müvafiq gömrük ödənişlərini həyata keçirdiyiniz təqdirdə bəyannamədə düzəliş etməniz mümkün olmayacaq.